Salamlar, Fərqində Söhbətlər podkastının dekabr buraxılışlarına xoş gəldiniz. Aygün xanım Bakıdaykən biz bu fürsəti dəyərləndirmək istədik və bütün suallarımızı ona gələn ilə tam hazır girmək üçün bütün suallarımızı onun bu podkastlarda verib ondan canlı cavab almaq üçün bir neçə video planlamışıq. Bunlardan biri də yəqin ki, sizə də bu yeni il ərəfəsində gələcək ən çox suallardan biri olan yeni il hədəfləri, yeni il hədəflərimizi necə quraq, necə düzgün hədəf planlaya bilərik, bu haqda olacaq. Məncə bir koç kimi də sizin burada deyəcəyi çox maraqlı sözləriniz var. Bu haqda danışmaq istəyirsinizsə, bu arada sizi çoxdan izləyənlərdən biri kimi biz keçən bir yerdə bir vision board yaratmışdıq və mən orada bir neçə xəyal arzularımızı yazırdıq. Aygün xanım onu vizuallaşdırırdı bizim üçün və orada bir xəyal var idi ki, mən yazmışdım, siz onu vizuallaşdırmamışdınız. Demişdiniz ki, bunu mən elə formada kodlamışam ki, sizə faydası gətirəcək bir formada və o vision boardu alandan 2 ay sonra o arzumdan tamamilə əl çəkdim. Çox qəribə bir şəkildə və onun heç mənə uyğun olmadığını başa düşdüm. Çox qəribə idi və o an başa düşdüm ki, deməli heç də tam arzularımız o deməkdir ki, bizim gerçəkliğimizə və real həyatımıza uyğundur. Biz necə bunu müəyyənləşdirə bilərik? Bizə necə yol göstərə bilərsiniz? İstəyirsiniz bu haqda danışaq. Danışaq. Ümumiyyətlə gəlin baxaq. Yəni hamı bilirəm ki, yeni ildən əminəm ki, hamınız idmana yazılacaqsınız. Əminəm ki, hamınız qəşəng diyetaya oturacaqsınız. Nə bilim, hamınız ingilis dili kursuna gedəcəksiniz. Bunların hamısından əminəm. Amma gəlin biraz da yenə də reallıqdan danışaq. Gəlin belə baxaq da, bilirsiniz ki, mən sistemi sevirəm, yəni sistematik danışmağı çox sevirəm. Bunu da belə bir neçə addımda baxaq ki, yəni yenə də yeni il hədəflərimiz biraz realist olaq, bir 5-10 dəqiqə, ondan sonra yenə uçarıq xəyallara görə ki, yenə də hədəflərimizi biz necə qoyaq ki, bu arada onsuz da biz bizim Manifest 2026 kampımız olacaq. Orada bu belə deyək ki, çox daha detallı formada bu dəfə manifest mövzusuna bir dəfə də mənim gözümdən baxmağınızı istəyəcəm orada. Daha detallı formada işləyəcəyik biz onu. Yəni burada danışdıqlarımız öz yerində ayrı, amma bir də o manifest mövzusunu mən istəyirəm ki, bir açım, bir balaca qurdalayım onu həmin o kampda. Amma indi də burada bir hədəflər məsələsində istəyirəm ki, bəzi mən sizə müəyyən bir aydınlanmalar gətirim və özünüz sonra yenə də qərar verərsiniz ki, düzmü deyirəm, səhvmi deyirəm, bax orası sizdə. Biz baxın, hər il yeni il gəlir, hər il biz yeni hədəflər qoyuruq və s. və çox vaxtı da elə yanvardaca elə bitir, yəni hədəflər ya da ki gəlirik avqust, sentyabr ayına baxırıq ki, il bitdi və hardadır mənim hədəflərim, heç birisi ümumiyyətlə ortalıqda yoxdur, düzdür? İndi biz gəlin baxaq ki, ümumiyyətlə bu hədəfləri bəlkə də ya doğrumu qoymuruq, ya elə bəlkə siz məsəl üçün demişkən özümüzə uyğun hədəflərimi qoymuruq, düzdür? Məsələn, sizin o vision boardda mən onu sadəcə tam səmimi deyirəm, sadəcə enerjisel olaraq mən onu hiss etməmişdim. Yəni hiss edə bilmədim və orada düşündüm ki, tamam, bunu gizli kodlayacağam. Qoy, yəni Aytən xanım düşünsün ki, yəni bu ola biləcək bir şeydirmi, necədir? Və sonra siz özünüz demişdiniz ki, onsuz da ki, heç mənə də uyğun deyilmiş. Çünki mənim özümdə də olur elə şeylər ki, nə isə istəyirəm, amma 2 ay sonra, 3 ay sonra onu əsla istəmədiyimi anlayıram və bunu yəni istəmədim ki, zehnimdə bir uğursuzluq kimi kodlamaq yerinə sadəcə deyim ki, tamam, bu sadəcə yəni mənim istəmədiyim bir şeymiş. Amma bu vision boardda onu görəndə doğrudan da istər-istəməz zehnimizdə uğursuzluq kimi biz onu kodlayırıq ki, orada var, amma alınmadı. Okay? Bunu belə deyim. Baxın, ümumiyyətlə hədəflərdə mən bilirsiniz ki, məsələn, mən qlobal şirkətlərlə də çox işləmişəm və indi də işləyirəm və onları da məsələn görəndə ki, onlar öz hədəflərinə necə çatır və s. görürəm ki, elə onların o hədəf strategiyaları ki var, biz elə götürüb o eynisini biz yəni insanlar da tətbiq etsək, biz də çatarıq hədəflərimizə əslində istədiyimiz kimi. Sadəcə bizlər biraz daha xəyalpərəst yanaşırıq işə. Şirkətlilər isə çox belə realist yanaşır məsələyə. Ona görə məsələn onlar belə deyək ki, o milyardları hətta hədəfə qoyub idarə edə bilir. Biz isə yəni çox kiçik bir arzumuza belə bəzən çata bilmirik istədiyimiz kimi, düzdür? Mən burada məsələn özümə notlar qoymuşam ki, mən sizə belə bir neçə addımda bunu izah edim. Birinci addım olaraq, yəni indi yeni ilə keçirik. Onsuz da dediyim kimi Manifest 2026 proqramının son günlərində biz hətta bu niyyətlərlə də işləyəcəyik. Çünki orada danışdıqlarımdan sonra yəni niyyətlərinizi yenidən yazmalı olacaqsınız, yenidən formalaşdırmalı olacaqsınız. Amma bir də buna belə baxın. Hamımız hədəf qoyuruq, düzdür? Böyük hədəflərimiz var.
Amma belə bir məsələ var. Hədəflərlə bağlı iki şey deyim sizə. Birincisi, ümumiyyətlə böyük hədəflərinizi həmişə parçalamağı öyrənin. Parça-parça. Baxın, məsələn, siz də bilirsiniz, işləyirsiniz. Əminəm ki, bizi izləyənlər də işləyir. Hansı şirkət birdən-birə böyük proyektini, yəni ora o şəkildə çatır. Parçalayır, görürsüz, neçə komandaya, neçə aya, o qədər orada kiçik detallarla düzdür işləyirlər ki, yəni hədəfə tamam, hədəf ordadır, hədəfi taxtaya yazırlar, amma o hədəfə gedən yolda siz bilirsiniz də nə qədər orada detallar düzdür, amma böyük hədəf ordadır. Yəni şirkət bir ay sonra depressiyaya düşmür ki, məsələn, niyə mənim hədəfim olmadı? O bilir ki, ora gedən yol o detalları bir axı düzdür. Ona görə də ümumiyyətlə hədəflərinizi baxın, parçalara ayırmanız sizin üçün çox önəmlidir. İndi bu parçalara ayırma deyəndə mənim lap yeni Telegram kanalımı açanda bir podkast var idi orada. O desən hədəflərlə bağlı idi və orada SMART deyə bir metodologiyadan danışmışdım. Hansı ki, bütün xarici şirkətlərdə istifadə olunur. Bəlkə də Azərbaycanda onu bilmirəm. Mən burada şirkətdə çox çalışmamışam. Amma yəni bütün xarici şirkətlərin istifadə etdiyi bir metodologiyadır. Yəni onlar boş bekar deyildilər. Məsələn, buna çox böyük pul sərf edirlər istənilən bir proyektdən əvvəl. SMART nədir? Məsələn, biz onu hərf-hərf belə baxanda çox xoşuma gəlir o məntiq. Hətta xaricdə təsəvvür edin ki, HR-lar bilirsiniz, hər il məsələn, yəqin ki, burada da var, işçilər növbəti il üçün nə bilim hədəflərini yazırlar, planlar nədir, karyera ilə bağlı və s. Hətta HR-lar bu modeli tətbiq edir. Deyir ki, sən bu modelin əsasında yaz karyera planını. Məsələn, orada SMART-da birinci S-də sözü dayanır spesifik. Yəni deyir ki, hədəfin spesifik olsun. Spesifik deyəndə nədir? Məsəl üçün sizin yanvar ayında mən idmana başlayacağam, spesifik bir hədəf deyil. Okay? Amma məsələn daha spesifik necə olur? Məsəl üçün siz desəniz ki, hə yanvarın 3-ü filan idman zalında, məsələn o ilk gün mən filan əzələlərimə belə deyək, edəcəm idmanı. Bu daha spesifikdir, aydındır. Ya da məsələn 10 gün idmana gedəcəm yanvar ayında. Yəni fərqi yoxdur əslində hansı 10 gün, amma belə bir hədəf qoymaq ki, dəqiq olsun. O belə az spesifikdir. Yəni məsələn daha spesifikdir. Yəni məsələn şirkətlər deyir ki, sən demədən mütəxəssis ol. Nəinki nəyin mütəxəssis olmaq istəyirsən, başa düşürsən? Yəni burada Azərbaycanda bir insan adətən 5 nəfərin işini görür. Çox vaxt görürəm bunu belə çox yüklənirlər, amma məsələn orada daha spesifik ol. Deyir ki, nəyin mütəxəssis olacaqsan sən? Bunu belə de, spesifik ol. Hədəflərinizdə yəni baxın çalışın spesifik olun. Orada M var. Düzdür? Bax o M nə deməkdir? Yəni measurable, yəni ölçülə bilən olmalıdır bizim hədəfimiz. O bayaq dediyimiz o məsəl üçün ümumi mən direktor olacağam, mən idmana gedəcəm. Burada bizim ölçə biləcəyimiz bir şey yoxdur. Ona görə də biz hədəfimizi daima bax ölçülə bilən formada etməliyik və orada bəli işin içinə biraz da spesifiklik girir ki, yəni ən azından mən nəyin direktor olacağam, heç olmasa onu bilin. Bəlkə burada pulun maddi baxımdan da biraz daha rahatlıq verərdi. Bu demək ki, mən nəsə siz demiş bəlkə direktor olacağam, o falan qədər maaş alan bir direktor olacağam. Yəni 100%. Çünki direktor var. 1000 manat maaşda olan direktor var. 5000 də var, 10000 də var. Düzdür, onu da bilmək lazımdır. Daha sonra məsələn orada gəlir A hərfi. O da gəlir ki, deyir ki, achievable olsun hədəfiniz. Görün şirkətlər nə qədər məni düşünürlər ki, deyir ki, elə hədəf qoy ki, sən ondan nail ola biləsən. Və baxın, burada işin içərisində nə gəlir? Bizim qoyduğumuz o böyük hədəflər bizə nail ola biləcəkmiş kimi gəlmir. Amma biz o hədəfi hissələrə böləndə ki, okey, bunun bu hissəsinə bu vaxt nail olun. O zaman bizim zehnimizə siqnal gedir ki, tamam, mən nəyəsə nail oldum. Amma siz o hədəfi bütünlükdə qoyanda özünüzə, siz baxırsınız ki, yox. Mən nail ola bilmirəm bu hədəfə. Nə olur motivasiyadan düşürsüz, nə olur deyirsiniz ki, yox məndə alınmır. Görün şirkətlər belə, yəni işçisinə deyir ki, sən özünə elə hədəf motivasiya etmir, sən gələn müdür olarsan falan demir. Deyir elə hədəf qoy ki, achievable olsun. Məsələn deyirəm, sən kiçik mütəxəssissən, deyir qoyma ki, gələn il mən baş mütəxəssis olacağam. Çünki kiçik ilə başın ortasında nə bilim, nə mütəxəssis, böyük mütəxəssis var tutaq ki. Deyir achievable olmalıdır sənin hədəfin. Ona görə orada böyük yazmalısan. Məsələn baş mütəxəssis yox. Aydındır, icazə vermir sistem sənə ki, bax bu şəkildə, çünki bilir ki, onlar belə bilir ki, bu şəkildə biz lap işçini motivasiya edə, sonra hədəfinə çatmaz, o işdən çıxacaq. Motivasiya da olacaq. Düzdür? Bu əslində biz məncə şəxsi həyatda çox eləyirik. Yəni bir hədəf qoyanda
çox pozitiv düşünürük ki, yəni bu ola bilər. Gələn ki, indi əlində heç bir, məsəl üçün ev almaq üçün ilkin ödənişi olmayan bir insan ev arzulayır və bunu bağlayır ki, şans faktoru. Yəni nəsə bir şans olsun, əlimə bir şans düşsün, gözləmədiyim bir şey olsun. Bəlkə o əslində bu hədəf, yəni şans faktoru hədəfin olduğu yerdə sanki ola bilməz kimi gəlir mənə. Yəni təbii ki, yaxşı olar ki, gözəl təsadüflər yaşayasınız, amma bunu gəlin o təsadüfü yaşayanda sevinəsiniz. Nəinki əvvəlcədən onu nəzərə alaraq bir hədəf qoymaq. Və burada achievable-ı önümüzə qoymaqları məncə çox yaxşı olub ki, yəni bir bəlkə xəyal eləyirsən, amma bir oturub dur, sorğula öz xəyalını ki, bu real xəyaldırmı? Və doğrudan da bu, çünki heç kim, yəni çox az insan 5 illik, 10 illik bir həyat planlayır da, daha çox gələn 2026-da eləyəcəklərimizi planlayırıq və yəni bu dəqiqə heç bir addım atmadığımız böyük bir xəyala gələn çatmağımız ancaq onun ki, yarısını ola bilər, 30%-ni ola bilər. Bəlkə o baxımdan məncə o gerçəkliklə üzləşdirmə yaxşıdır və biz məncə indi danışdıqca düşündüm ki, ona görə belə böyük arzulayırıq ki, hisslər girir işin içərisinə və biz ki, ev haqqında düşünəndə istəyirəm ki, o ev indi mənim olsun. Çünki orada duyğularım var. İstəyirəm ki, o evdə yaşayanacaq duyğularım var və şirkətlər bunu daha emosiyasız yanaşdıqları üçün, daha realist yanaşdıqları üçün onlara daha düzgün hədəf qoyma daha vacibdir. Amma biz elə bir ki, oradakı duyğuları daha tez yaşamaq istədiyimizə görə biraz o hissənin, achievable hissəsini sanki görməzdən gəlirik. Amma sonra bizi məyus edənlər nədir? Eynən həmin o emosiya. Yəni şirkət də deyir ki, qoy işçi o emosiyaya qapılıb sonra məyus olanda deyəcək şirkət pisdir, nə bilim, düzdür çıxıb gedəcək. Onu istəmir. Ya da mən heç nəyə bacarmıram, çünki bir xəyalıma çata bilmədim. Ona görə o achievable, yəni sizin o əl çata bilən, yəni uğur qazana bilməniz üçün o hissələrə bölünməlidir mütləq şəkildə hədəfiniz. Bax bunu mütləq şəkildə bilməlisiniz. Və daha sonra daha maraqlı gəlir o smartdakı o R hərfi, yəni deyir ki, related olsun, yəni əlaqəli olsun. Yəni məsəl üçün bayaqki yenə də həm məntiqlidir ki, mən məsələn kiçik mütəxəssisəmsə, ola bilər ki, eyni şirkətin içərisində, bir il içərisində baş mütəxəssis olmağım related, əlaqəli bir şey deyil, aydındır. Ya tamam başqa bir sahədə. Tamam başqa və yaxud da ki, məsəl üçün mən müəlliməm, amma deyirəm ki, gələn il nə bilim mən həkimlik etmək istəyirəm. Yenə related deyil, düz. Yəni sizin o əlaqəsi olmalıdır bir şəkildə. Deyir ki, yenə də baxın, çağırır ki, bizi bir balaca uçma, müəyyən mənada o indi məsələn bəzi insanlar deyirlər ki, şirkətlər bizi qısıtlayır və s. yox, amma günün sonunda onlarda performansı düşünür, productivity, yəni produktiv olma, məhsuldarlığı bəli düşünür deyə onlar da əslində istəyirlər ki, yəni bu işçi hissə-hissə də olsa çatsın məqsədinə. Bax bunu biz nəzərə almalıyıq mütləq şəkildə. Biz şirkətdən nümunə veririk, amma yaxşı olsun deyə verirəm onu. Amma biz hamımız gərək öz həyatımızda baxaq o hissəyə. Dedik ki, məsəl üçün related olmalıdır, əlaqəli olmalıdır. Ən sonunda da deyir ki, time based olmalıdır, yəni bir zaman limitləməsi olmalıdır. Yenə də bax, idmana gedəcəm də heç birisi yoxdur, düzdür? Amma nə zaman ki, mən deyirəm ki, okey, yanvar ayının məsələn 2-si, mən filan salonda bilirəm ki, artıq hara gedəcəm, hansı gün, hansı əzələmi hərəkət etdirəcəm, ora məşq edəcəm, idmandan gələndən sonra nə yeyəcəm və s. və s. Baxın, bu şəkildə, amma burada məsələn bizim səhvimiz nə olur? Biz yenə də yanlış gözləntiyə giririk. Bunların hamısını keçirik, tətbiq etdiyi smartı keçirik. Yenə də bu dəfə də gözləntiyə səhv düşürük ki, məsələn, özümüzdən o qədər yüksək bir motivasiya gözləyirik ki, yəni ilk gün göstəririk, sonra göstərmirik o motivasiyanı, düzdür? Bax, orada da bir balaca realist olmaq lazımdır ki, yəni sən hər gün bunu bu qədər motivasiya ilə edə bilməsən və eyni zamanda da necə ki, hədəfi bölürsüz, gözləntini də bölməlisiniz. İdmana getmək, tutaq ki, yenə idman dediyi, nə bilim, pul yığmaq olsun və s. fərqi yoxdur. Son nəticə məlumdur da nə istəyirəm. Mən istəyirəm ki, mənim qəşəng bir bədənim olsun, düzdür? Amma mən ona ilk həftədən nail ola bilməyəcəm axı, düzdür? Bax, o gözlənti də işin içinə girməlidir. Necə ki, hissə-hissə hədəfimi böldümsə, gözləntimi də hissə-hissə bölməliyəm, aydındır? Yəni 2 gün gedəndən sonra bir balaca özümdə yüngüllük hiss edirəmsə, artıq demək ki, mən hədəfin bir hissəsinə çatmışam. Bax, bunu özümə mütləq şəkildə xatırlatmalıyam. Yəni bunun başqa variantı yoxdur. Və digər növbəti nədir, onu da deyim. O da hədəfi hissələrə bölməkdir və hədəfi necə hissəyə bölmək, onu deyim, zaman hissəsinə bölmək. Çünki hədəfin özünü böldük. Amma baxın, burada da biz zaman məsələsində yenə realist olmasaq, yenə biz alınmır bizdə. Çünki fikir verin, məsələn, şirkətlər də rüblərə bölürlər, yenə də baş şirkətdən misal. Amma məsələn, şirkətlər nə edir? İli rüblərə bölür və
Məsələn, şirkət edə bilər də 1 illik hesabatını elə 1 ildən öncədən ya da sonradan amma yox, rüblərə bölür və rübl baxır. Bax biz də əslində həyatımıza insandan asılıdır. 1 aydan bir də oturub baxa bilər, 3 aydan bir də oturub baxa bilər. Hədəflərini yeniləmə düzdür. Çünki çox şey dəyişir əslində həmin dövrdə və o planlama da dəyişə bilər. Siz məsələn dediniz, sizin xəyalınız tamam dəyişib. Nəyə görə dəyişir? Məsələn, şirkətlərin etdiyi və mənim məsələn çox güldüyüm, düzdür, onlar bunu etməlidir, amma məsələn güldüyüm bir şey var. Onlar həmişə 1 illik büdcəni planlayırlar, amma heç vaxt o büdcəyə sadiq qalınmır, düzdür? O büdcə tez bitir, o büdcə nə bilim vaxtından əvvəl çox optimist olur. Hə, çox optimist olur. Amma məsələn nə bilim planlanma şirkətləri məsələn 1 il öncədən planlayırlar ki, bizim aşağı-yuxarı satış bu olacaq, amma heç vaxt o anında pozulur da. Görürsən ki, məsələn orada belə o hədəfi qoyurlar, hansısa bir formada etməyə çalışırlar. O qədər hələ komanda ilə yenə də alınmır. Amma biz istəyirik ki, biz məsələn növbəti 1 ilimizi addım-addım planlayaq. Bax orada artıq biz nə qədər çalışsaq da alınmayacaq bu. Ona görə də yəni tamam plan qurun. Bilirsiniz burada balans nədir? Plan qurun, amma həyatın da axışına da uyğun da gedin məsələn. Bax onu da unutmamaq lazımdır. Yəni sizin ola bilər ki, yanvar ayı planlarınızın içərisində, fevral ayı planlarınızın içərisində məsələn deyirəm işinizi dəyişmək var. Deyirsiniz ki, işimi dəyişməliyəm, daha yaxşı maaşa. Ona fokuslanın, okey. Amma ola bilər ki, elə olduğunuz mövcud mühitin içərisində sizə elə bir şans gəlsin, çıxsın. Ki siz yəni o bəlkə də şirkətdən çıxmaq istəmirsiniz, amma mühitə görə narazısınız, timinizdən, komandanızdan və s. Bax onu da dəyərləndirin. Yəni hədəfə də biz bəzən o qədər fokuslanırıq ki, yenə mövcud şeyləri qoyuruq bir kənara. Ona görə balans deyirik ki, çox önəmlidir. Hədəfə fokuslan, amma ətrafda da gözün olsun. Çünki bəzən bir dəfə bunu deyəsən hansısa yenə arzularla bağlı danışında demişdim ki, o bu agile metodologiyasını demişdim ki, görürsən necə belə esnəkdir. Yəni heç vaxtı çox vaxtı sizin ilk günkü vizyonunuzla son günkü vizyonunuz böyük ehtimal ki, üst-üstə düşməyə bilər. Və insan həyatı da elədir. Yəni hər birimizin o həyatı çox fərqlidir. Yəni biz nə bilim biz bu masa deyilik ki, bizim hamımızın eyni strukturumuz olsun ki, deyək ki, bu masanın çertyoju bir dəfə çəkildi, bunu 50 il istehsal elə getsin. Elə deyil, düzdür? Və siz o hədəfə fokuslanırsınız. Məsələn, biz insanlar biz vizyonla yaşayırıq. Amma o vizyon hər an dəyişə bilər. Bugün həyatınızda dünənə qədər Bakını çox sevirsiniz, bugün nəsə dəyişir, deyirsiniz ki, mən köçmək istəyirəm bu ölkədən. Nəsə olur, düzdür, vizyon dəyişir. Amma biz onun dəyişmə ehtimalını göz önünə almasaq, biz həmişə yəni dəyişir və biz deyirik ki, yox, mənim hədəfim başqadır. Amma artıq situasiya dəyişdi. Amma baxın, məsələn, o dediyim o agile nədir? Qıvraqlıqda. Görür ki, market dəyişir. O demir, mənim ilk vizyonum belə idi. Mən ona deyir ki, yox, o dəyişdirsə mən də dəyişməliyəm. Vizyonu dəyişdirir. Və çox vaxt yola çıxılan ideyayla sonda nəticə alınan ideya fərqli olur. Aydındır. Hətta belə bir nümunə deyim. Mən özümə də məsələn keçən il tutaq ki, vision board hazırlamışdım. 2 dənə vision boardum var idi. O qədər çox arzum var idi ki, və o vision boarddan bəziləri məsələn eyni reallaşıb da, yəni eynisi reallaşıb. Amma bəziləri də baxıram ki, bu qoyduğumun yerinə tamam başqa bir şey reallaşıb. Amma bu dəqiqə mən o qoyduğumu, yəni o vizyonda bu dəqiqə deyiləm. Başa düşürsüz? Yəni onunla qoyanda istəyirdim. Amma məsələn bir ay keçib nəsə olub, artıq vizyonum dəyişib deyə onun yerinə başqa bir şey olub məndə. Yəni bu demək deyil ki, arzum reallaşmayıb. Sadəcə vizyonum dəyişib. Başa düşürsüz? Və çox adam onu məsələn görmür ki, onun vizyonu dəyişib. Ümumiyyətlə biz məncə dəyişikliklərdən qorxuruq genel olaraq. Yəni bu nəinki həyatımızda insan olaraq, xarakter olaraq da və ətrafda da bu haqqda məsələn dəyişmək, yəni biri sizə desə ki, dəyişmisiniz, bunu %90 neqativ mənalıdır ki, sən çox dəyişmirsən, amma əslində dəyişməliyik də zaten. O yol ərzində dəyişmədən düşünün ki, yəni necə sıxıcı olar, necə heç nə öyrənməmiş yaşamış olarsınız ki, siz son 5 ildə heç nə dəyişməsiniz, yəni eyni adam. Ona görə bu bəzən hətta mən düşünürəm ki, cütlüklər arasında da bəlkə problemlərə səbəb olan şeylərdən biri olur ki, yola çıxılan adamla yolda dəyişən adam eyni olmur və bəlkə zamanla ayrıla bilər o fikirlər. Amma bu baxımdan başa düşmək ki, bu daha yaxşı versiyaya doğru dəyişir. Bunu dəstəkləmək, insan heç kim dəstəkləməsə belə özünün o versiyasını sevmək, dönüşməyi, dəyişməyi sevmək
Məncə bu çox dəyərlidir və dediyimiz kimi şirkətlər bunu çox daha bir şirkətin sürəti, yəni dəyişimə uyğunlaşma sürəti onun uğur faktoru sayılır ki, nə qədər tez dəyişikliyə reaksiya verir. Amma biz insanlar olaraq baxmayaraq ki, işdə gedirik, bunu tətbiq edirik, amma real həyatda insan olaraq çalışırıq ki, o stabilliyi həyatımızda qoruyaq, o sabitliyi qoruyaq. Çünki dəyişiklikdən qorxuruq müəyyən mənada. Amma bəlkə elə hədəflərimizə çatmaq üçün o dəyişiklik zəruridir və eyni şərtlərdə eyni həyatı yaşayıb gedəcəyik. Yəni bir üstü bəlkə də olmayacaq. Ona görə məncə də çox qəşəng bir nüans idi ki, dəyişikliklərə açıq olmaq və görmək ətrafı. Yəni çox da özümüzü sıxmamaq ki, mən nə edim? Mən 6-cı gündən idmana gedirəm, amma 6-cı gün çox gözəl bir konfrans var, amma mütləq idmana getməliyəm. Onda dəyişə bilmərəm. Amma bəlkə o konfransda gedib belə bir fürsətlə qarşılaşacaqsınız ki, ora getdiyiniz üçün bütün həyatınız dəyişəcək. Ona görə məncə onları, yəni idarə edə bilmək, öngörmək yaxşıdır, həyatı planlamaq, amma o sürprizlərə də açıq olmaq lazımdır. Mən də bunu bu arada sizin sayənizdə öyrənmişəm. Mən də çox stabil, sabitliyin uğur hesab edildiyi bir təfəkkürdə bir idim. Amma indi düşünürəm ki, yox, nə qədər dəyişsək, nə qədər cəsur olsa, o qədər həyat bizə qarşı cəsur olur. Bəli, yəni o balansı qoruyaraq, yəni cəsur da olun, yəni balansı həmişə qoruyun da. Bir dənə mən həmişə xatırladım ki, balansı qoruyun. Çox cəsur da olmayın, çox belə yəni sakit də olmayın. Görün də harda cəsur, harda balanslı, harda sakit olmalısınız. Oraları biraz bilmək lazımdır deyə düşünürəm əslində. Növbəti bir dənə də bir şey deyim. Bu da olsun əslində 3-cü addım. Düzdür, biz nömrələmədik, amma mənim ağlımda yəni belə qalmışdı. 3-cü bir addım ki, mən nəyi deyərdim sizə? Özünüzü mən deyərdim ki, real qiymətləndirin. Baxın, demirəm ha, özünüzə dəyər verin və s. yox. Bu daha aciz səslənir. Özünüzü real qiymətləndirin, çox xahiş edirəm. Öz belə deyək ki, potensialınızı real qiymətləndirin. Burada indi bəzilərimiz özümüzü, ingilislərin çox xoşuma gəlir sözündən underestimate eləyirik, yəni dəyərindən aşağı qiymətləndiririk. Bəzilərimiz də özümüzü nə edirik? Overestimate, dəyərimizdən daha yüksək qiymətləndiririk. Bax, budur məsələ. Bu çox ciddi bir problemdir. Nəyə görə? Baxın, mənim məsələn bir arzum var. O arzuya çatmaq üçün bizə nə lazımdır? Resurs. Resurs nədir? Yəni burada həm belə deyək, maddi mənəvi resursdan söhbət gedir. Mənəvi resurs enerjidir, düzdür. Hansı ki, o zaten olmalıdır. Olmasa mümkün deyil heç nə. Maddi olsa belə çata bilmirik. Amma mənəvi resurslardan başqa bizim başqa resurslarımız da olmalıdır. Məsələn, tutaq ki, deyirəm bilik. Məsələn, bacarıq. Bunu tam səmimi mən özümdən sizə bir nümunə deyəcəm. Başa düşəcəksiniz nə demək istədiyimi daha yaxşı. Mən yadıma gəlir ki, hardasa 2020-ci ildə mən çox istəyirdim ki, keçim IT sahəsinə və orada yəni indi belə deyək gördüyüm işi o zaman görməyi çox istəyirdim. O zaman da mənim belə deyək müəyyən sertifikatlar və s. alırdım, amma real təcrübəm yox idi. Amma qəşəng yəni necə deyirlər, kağız üstündə qəşəng şeylər edirdim də, belə sertifikatlar və s. imtahanlar, amma real təcrübəm yox idi. Siz də bilirsiniz ki, hamı bilir ki, reallıq kağızdan çox daha fərqlidir, düzdür? Mən intervyulara və s. girirdim və hər dəfə yəni son bir nöqtədə alınmırdı, kəsilirdim. Bəzən çünki orada mən bilirsiniz nə etmişdim? Mən özümü overestimate etmişdim. Özümü dəyərimdən yüksək qiymətləndirdim. Məsələn, daha çox maaş istəyirdim, daha çox yəni pozisiya olaraq hər şeydən yəni elə fikirləşirdim ki, mən bunları belə deyək bilirəm, bildiyim üçün də layiqəm. Amma o işin təcrübə hissəsini qoymuşdum bir kənara və onu yəni qəbul etmirdim əsla. Ona görə də həmişə bir çox mərhələdən keçib hansısa bir yerdə ilişirdim mən, alınmırdı məndə. Amma mən nə zaman ki, baxın özümü real qiymətləndirdim, dedim ki, tamam bu qədər şey bilə bilərəm, amma bunların hamısı kağızdadır və mənim real təcrübəm yoxdur bu sahədə. Özümə bunu etiraf etdim. Yəni çox da qəşəng yadımdadır. Ondan sonra mənim elə ilk intervyumda mən qəbul oldum istədiyim sahəyə. Çünki və orada mənə kiçik mütəxəssis deyildi, yəni kiçik analist pozisiyası verildi. Mən qəbul etdim. Maaş mənim istədiyimdən bir 30% az verildi. Mən onu da qəbul etdim. Çünki real oldum həmin an özümlə ki, mənim bu dəqiqə potensialım, bu dəqiqə ki, bilik və bacarığım istəyimlə uyğun gəlmir. Real olan kimi doğrudan da mən hədəfə çatdım və
Çatandan sonra gördüm ki, bir dəqiqə, mənim bu günə qədər o istədiyim ki, nə idisə, o yerdə məsələn olan insanların ən azı bu işdə 5 il, 8 il real təcrübələri var və mənə bu işi versələr belə, mən bunun öhdəsindən gələ bilməyəcəkdim. Çünki mənim belə bir, yəni bacarığım yoxdur da hal-hazırda. Və mən özümlə qeyri-real idim deyə başa düşürsüz, alınmırdı. Nə zaman ki, hədəfi dedim ki, həm o da daha okey, spesifik və s. onlar var idi, amma bir dənə bu hissə çatışmırmış da, demək ki, o potensial məsələsi. Yəni baxın, istənilən bir hədəfiniz var da, orada özünüzlə o real olmanız çox önəmlidir. Realist, öz potensialınızı real qiymətləndirin. Məsələn, siz deyirsiniz ki, tutaq ki, mən müdir olmaq istəyirəm, nə bilim, mən bu şirkətdə menecer olmaq istəyirəm və s. Amma görəsən sizin menecerlik üçün, siz bəlkə ola bilər ki, kənardan baxırsınız ki, mənim menecerim gör neyinir ki, nə işlə məşğuldur ki, bacarıqsızdır və s. Mən daha yaxşı eləyirəm. Amma siz bilmirsiniz axı, məsələn, orada arxa fonda sizin menecer bəlkə elə bir şeylə məşğuldur ki, elə bir, nə bilim, bir tələb var, o görüşlərdə və s. elə bir bacarıq var ki, onda o var deyə o oradadır. Amma sizdə hələ o yoxdur, baxın. Yəni, hədəflərinizi qoyarkən, bax, o realistliyi mən qorumağınızı çox məsləhət görürəm. Çünki sonrasında doğrudan da çox vaxt ya bir təhər çatırıq əldə saxlaya bilmirik. Çünki realist deyildim də, o bilik, bacarıq, enerji, potensial yox idi. Və yaxud da ki, əlbəttə çata bilmirik və deyirik ki, niyə məndə alınmır? Bu da mənim sizə dediyim situasiya kimi, yəni mənim situasiyamda o qədər yoxluyurdum, sanki nəsə son anda bir şey olurdu. Yəni real olun. Baxın, bugün bayaq məsələn siz nümunə verdiniz, dediniz ki, sizdə məsələn ev istəyirsən, amma evin pulu yoxdur. Baxın, burada resurs çatışmamazlığı var, düzdür? Tamam, o ev sənə hədiyyə gələ bilər. Mən bir söz demirəm, gələ bilər. O ev sənə nə bilim, lotereyadan da çıxa bilər. Hər şey ola bilər. Amma siz öz resursunuza yenə də bir cavabdeh olun. Ev istəyirsinizsə, ən azından onun tutaq ki, ilkin ödənişi üçün deyin ki, mən bu addımları atıram. Hə, yolda nələrsə dəyişə bilər. Aydındır. Amma sizdə resurs yoxdur. Xəyal var. Hə, sadəcə o və xəyal da inansız ki, insanın resursunu ən çox tükədən şey də xəyaldır, mən deyərdim ki. Çünki otururuq, yəni bir damcı enerjimiz var, onu da xəyallara sərf edirik. Yəni bu çox pisdir də. Yəni bir damcı enerjim var, onu da axşam xəyal qurdum beynimdə. Səhər dururam ki, ayda beynimlə inansız reallığa qayıtmaq istəmir. Düzdür? Xəyal qurmuşam. Nə qəşəngdir xəyalım. Çünki zaten ora çox qəşəngdir. Orada da beyin də yaşayır da. Hətta yadınızdadır, mən belə bir Instagramda story paylaşmışdım bir izləyicidən gələn sualdan ki, mən xəyalımda çox qururam. Mən ona yazdım ki, çox bəsit bir sual, məntiqdə. Yəni bizim əgər zehnimiz, siz deyirsiniz ki, məsələn bizlər manifest edirik, olmuş kimi xəyal edirik, zehin fərqi bilmir də. O zaman sən bütün günü yaşamaq istədiyin şeyləri beynində yenə qurursansa, bu da tərs sual ki, onda sənin zehnin fərqi bilmirsə, sənin zehninə görə sən zaten buna sahibsən onda. Düzdür. Onda niyə addım atsın, niyə özünü tərpətsin ki? Baxın, məntiq budur. Ona görə də öz potensialınız həqiqətən nədirsə, özünüzü real qiymətləndirin. Az qiymətləndirirsinizsə, yerində az qiymətləndirən insanlar da var, amma çox qiymətləndirənlər də çoxdur. Mən deyərdim ki, çox qiymətləndirənlər daha çoxdur. 100%. Xüsusilə bu dediyiniz iş müsahibələrində və s. olur və məncə bu nəyə görə önəmlidir? Çünki qarşı tərəfdə belə bir təəssürat yaranır ki, bu insan özünü tanımırsa, deməli bu işi də yaxşı reallaşdıra bilməz. Yəni sizin də özünüzlə bağlı real olmayan, çünki qarşınızdakı ola bilər ki, peşəkardır deyil, amma istənilən halda hiss eləyir ki, siz özünüzü yəni kağızda görünəndən daha yüksək hətta qiymətləndirirsiniz və o düşünə bilər ki, bu insan özü haqqında dəqiq təsəvvür yoxdursa, bu işin necə öhdəsindən gələcək və onda bu sual yarana bilər. Ona görə yaxşı olar ki, dediyiniz kimi daha aşağı qiymətləndirmə də yaxşıdır. Bu zamanda şübhə yarana bilər ki, bu adamın bu qədər təcrübəsi var, nəyə görə özündən belə şübhə, yəqin nəsə başqa bir məsələ var burada. Bu da şübhə yarada bilər. Ona görə o düzgün dəyəri tapmaq və bəzən geri addım atmalıdır. Yəni o qürurumuzu bəzən sığışdırmır ki, necə yəni mən bu vəzifədən sonra gedəcəm bir vəzifə aşağı düşəcəm, tutaq ki, mən düşmüşdüm. Mən də düşmüşəm. Çox razıyam həyatımda. Mən də yəni orada o keçiddə düşmüşdüm. Yəni çünki o biri şirkətdə artıq maliyyədə belə o sahədə gəlmişdim, böyük deyirlər, senior da bilmirəm nə deyirlər Azərbaycanda, böyük deyəsən gedir. Yəni o səviyyəyə gəlmişdim və oradan təzədən kiçiyə düşdüm. Yəni məsəl üçün, amma çünki sahəmi tamam dəyişirdim və orada realist olmadığı müddətcə tapmadım.
Yəni istədiyim kimi heç cürə getmirdi. Amma nə zaman ki realist oldum və o müsahibədə mənim üçün ən asan keçən müsahibəm oldu. O dərəcə çox asan keçdi. Yəni insanlar sadəcə məni görüb bəyənib, yəni seçdilər. Amma mənim ondan öncəki müsahibələrim hardakı mən özümü çox yüksək qiymətləndirirdim. Orada insanlar da mənə elə suallar verirdi. Mənə elə yəni 4-5 intervyudan keçirdim bir dənə. 1 ay çəkirdi mənim intervyularım və çox yorulurdum, təsəvvür edin. Çünki görürsüz, resurs da çox gedirdi. Amma məsələn, nə zaman ki real oldum, ona uyğun və real şəkildə çox da rahat mənim, çox qəşəng bir pozisiya, çox qəşəng bir yerə çox rahat girdim işə məsələn və ondan sonra da real şəkildə davam etdirdim inkişafımı və o istədiyim səviyyəyə məsələn 1 il yarım sonra falan çatdım da o istədiyim. Əslində çox zaman deyil. Yox, amma orada yəni çünki mənim öyrənmə yəni sürətim və s. mən deyirəm axı bir şey istədimsə onu yəni eləyəcəm, mümkün yoxdur məndə. Amma yəni o düşüb bir var ki, birdən-birə oradan mənə versəydilər, mən stressdən yəni bir tər olar. Bir də var ki, mən öyrənə elə görə və s. çox gözəl insanlarla işləyə və s. öyrəndim. Və 1 il yarıma çatdım həmin səviyyəyə. Hansı ki, mən onu əvvəldən istəyirdim. Başa düşürsüz? Və bəzən burada ətrafdan gələn rəylər bizə çox təsir edir. Tutaq ki, məsələn, mənə də hər zaman deyirdilər ki, sən məsəl üçün tutaq ki, artıq yeni bir şey daxil girəcəksənsə, bu falan vəzifə olmalıdır, ondan aşağısına razı olma tutaq ki də. Və mən düşünürdüm ki, bəlkə ola bilər ki, onlar kənardan baxan üçün düz deyirlər, amma mən artıq yeni işə daxil olandan sonra bir vəzifə aşağıdan başlayandan sonra başa düşdüm ki, mən o vəzifəyə gələ bilməzdim. Çünki onun mənim görmədiyim çox tərəfi var imiş. Yəni mən birdən-birə ora gəlməyim. Düzdür, yəni ora gələn insan artıq daha çox təcrübəsi olub, yəni təcrübə olaraq da çatmazdım. Amma əlavə olaraq da sizin iş mənə çox stress yaşadardı o məqamlar ki, indi artıq bilirəm ki, tutaq ki, yüksəlmə ehtimalım olacaqsa məni nə gözləyir, onu anlaya bilirəm. Amma digər halda sadəcə kənardan baxmaqla mən niyə aşağı düşməliyəm, niyə geri qayıtmalıyam, niyə özümü geri salmalıyam? Əslində geri salmaq deyil. Siz də həqiqətən o addım atandan sonra görürsünüz ki, daha da irəliyə qarşı daha çox yolunuz sanki konkretləşmiş olur, daha yaxşı görmüş olursunuz önünüzü. Nəinki o tutaq ki, dirəşib o yüksək bir vəzifədən başlayıb özünüzü o stressə salıb, bəlkə artıq orada özünüz geri çəkiləcəksiniz ki, yox, mən bu yerdə qala bilmirəm. Çünki hədəf çox böyük, yəni qeyri-realist qoyulduğuna görə sonra da deyəcəksiniz ki, mən uğursuzam. Və özünüzü uğursuzluq döngüsünə salacaqsınız. Baxın, yəni ona görə də elə daha belə realist olmaq, bəzən hədəfi daha kiçik tutmaq, biz düzdür bütün günü özgüvən, özdəyər aşılayırıq. Amma bəzən baxıram ki, deyəsən daha çox aşılamışıq. Orada da biraz balansın işin ucu qaçıb, yəni biraz insanlar artıq realistliyi itir. Mən bu qədər dəyərliyəm, məndə niyə falan şey olmur və s. Yəni tamam, biraz realist olaq da, yəni gəl qayıdaq həqiqi dəyərinə baxaq ki, oradan artıraq aydındır və budur məsələ. Bu yəni insanın özünü, yəni bunu sizin məncə demək səbəbiniz o deyil ki, biraz daha alçalın da, yəni o deyil. Qətiyyən. Bəlkə daha real və yaxud da daha alçaq səviyyə, alçaq deyəndə yəni o mənada alt səviyyədə olduğunuzu da görəndə, fərq eləyəndə bunu da özünüzə bir təhdid olaraq da algılamaq, başa düşmək lazımdır ki, bu mənim üçün bir təhdiddir. Çünki mən əvvəl fikirləşirdim ki, mən daha üst səviyyədəyim, məsələn, fərqindəliyin 5-ci səviyyəsindəyim, amma sən demək 2-ci səviyyəsindəymişəm. Bu deməkdir ki, siz artıq bilirsiniz ki, hara getməlisiniz. Yəni o bir şey xəyal edə bilirsənsə, ona çata bilərsən. Sən deməli bilirsən ki, ola bilər ki, indi o səviyyədə deyiləm, amma ora gedən yolu necəsə tapacağam. Məncə bu çox qəşəng bir yekun bir müddəa oldu. Gəlin bu videonu burada yekunlaşdıraq ki, izləyicilər də gedib bu haqqda düşünə bilsinlər, fikirlər dağılmadan, həqiqətən öz dəyərimizi yeni ilə başlayarkən, yeni hədəflərimizə başlayarkən biraz da özümüzlə baş-başa qalıb özümüzün həm resurslarımızı gözdən keçirək, həm hədəflərimizi siz deyən ilk 2 metodla nəzərdən keçirək ki, növbəti metodlara daha hazırlıqlı olaq. Çox sağ olun paylaşdıqlarınız üçün. Növbəti videolarda görüşərik.